Sabahınız xeyir olsun Xanlar müəllim. Sabahınız xeyir olsun. Salamlayıram sizi, eyni zamanda tamaşaçılarımızı. Bəli, Dövlət İmtahan Mərkəzi tərəfindən artıq 3-cü ildir ki, ali təhsil müəssisələrinin sərgisi təşkil olunur. Mərkəzin elektron imtahanlar korpusunda 3 gün davam edəcək. Yəni dünən başlayıb, bugün və sabah abituriyentlər, valideynlər gəlib ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa görüşə bilərlər. Bu sərginin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, bir körpü rolunu oynayaq. Yəni Dövlət İmtahan Mərkəzi universitet nümayəndələrini bir araya yığmaqla, abituriyentləri dəvət eləməklə onlar arasında bir əlaqə yaradır. Öz abituriyentlər suallarını təqdim edə bilirlər. Tədris proqramları ilə, təqaüd proqramları ilə, universitetlərin maddi-texniki bazası ilə yaxından tanış olmaq imkanına malik olurlar. 40-a yaxın universitet bu sərgidə təmsil olunur. Mən əlavə eləmək istəyərəm ki, ödənişsizdir. Sərgidə iştirak eləmək sadəcə olaraq gəlməmişdən öncə Dövlət İmtahan Mərkəzinin saytında sərgiyə qeydiyyatdan keçmək lazımdır. Özlərinə uyğun vaxtı seçə bilərlər ki, hansı saatda onlar gəlmək istəyirlər və beləliklə ixtisas seçimini daha dəqiq, daha dolğun məlumata malik olmaqla həyata keçirmək imkanlarına malikdirlər. İxtisas seçimi də yəqin ki, avqust ayının 10-dan 11-dən sonra start götürəcəkdir. Amma bu müddətə qədər yaxşı olar ki, abituriyentlər gəlsinlər, sərgidə iştirak eləsinlər və seçə biləcəyi ixtisaslarla daha dolğun məlumat əldə eləsinlər ki, onlar sonradan belə deyək də yanılmasınlar. Bəzən görürsən ki, hansısa bir ixtisasa qəbul olurlar, sonra orada oxumaq istəmirlər. Amma əvvəlcədən məlumatlı olsalar, əvvəlcədən maariflənmiş olsalar və bir araşdırma aparsalar, onda daha dolğun, daha dəqiq seçim apara bilərlər. Bütün abituriyentləri, valideynləri biz bu sərgidə iştirak eləməyə dəvət edirik. Bir nüansı da mən əlavə edeyim. Sərgidə ödənişsiz olaraq Dövlət İmtahan Mərkəzinin peşə seçimi testlərindən də istifadə edə bilərlər iştirakçılar. Bu nədir? Yəni siz o testi verməklə öz xarakterinizin, öz istəyinizin hansı peşəyə uyğun gəldiyini müəyyən edə bilərsiniz. Bəzən seçim qarşısında qalır abituriyent ki, mən haranı seçim. Bax, bu testlər vasitəsilə psixometrik testlərdir. Siz dəqiq müəyyən edə bilirsiniz ki, hansı ixtisas sizin istəyinizə və xüsusiyyətlərinizə uyğundur. Təşəkkürlər Xanlar bəy, ətraflı məlumata görə minnətdarıq.